Salam əziz dostlar, ümidvaram yaxşısınız. Biz növbəti təlimimizi keçirdirik. Qeyd eləmək istəyirəm ki, təlimlərimiz Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının Dövlət Dəstək Agentliyinin təşkilatçılığı ilə Maariflən Dəstək Al, İnteqrasiya Ol adlı silsilə təlimlərinin 8-ci təlimini keçiririk. Biz bundan əvvəlki təlimlərdə insan hüquqlarından danışdıq və bir təlimimizdəki qaynar xəttlərlə bağlı idi. İndi bizimki bugünkü təlimimizin mövzusu vətəndaşların vəzifələri, biz hüquqlardan keçdik, düzdürmü? Vəzifələri haqqında məlumat verəcəm sizə ki, hamımızın hüquqlarımız olduğu üçün bizim vəzifələrimiz də var. Hansı vəzifələrimiz var, onları bir-bir deyəcəm. Bir də ki, sonda biz ərizələrin, müraciətləri hansı formada yazmaq lazımdır, ona sizə bir nümunə göstərəcəm və izah edəcəm ki, ərizələr, şikayətlər, müraciətlər nətər olmalıdır. Bu mövzuya keçməmişdən qabaq, gəlin keçmişdə əvvəlki təlimlərdə keçdiyimiz hüquqları bir xatırlayaq. Kim deyə bilər, hansı hüquqları keçmişik? Gəl. Özünü təqdim elə. Gələcəyin vəkili. Salam, mən Hüseyin. 10 yaşım var, soyadım Qozadədir. Biz ötən təlimlərimizdə keçdiyimiz məsəl üçün hüquqlar var. Bunlardan biri söz azadlığı, azadlıq hüququ, tətil hüququ, istirahət hüququ var. Təhsil hüququ var. Təhsil hüququ var. Yaxşı, bəs o birisləri də saxla, halal olsun. Əla. Sonra kim deyə bilər, ayrı hüquqlarımız var, gəl. Özünü təqdim elə. Salam, mənim adım Aysudur, 10 yaşım var. O dəfəki keçdiyimiz təlim söz azadlığı, fikir azadlığı. Sonra sağlamlıqla bağlı nə keçdi bir? Sağlamlığın qorunması hüququ. Sağlam mühit yaşamaq, sağlam mühitdə yaşamaq hüququ, düzdür. Sonra yaxşı, halal olsun, yaxşıdır. 3 dənəsini deyim. Sonra gəl Fatma, gəl. Gəl. Hə. Gəl. Gəl. Sən keçən təlimlərdə aktiv edin. Nə olur indi sakitləşdin? Özə hüquqşünas olmaq istəyirsən. Hansı hüquqları keçdik? Sağlam ətraf mühitin qorunması, birləşmə hüququ. Birləşmə hüququ, əla. Bir insanın ikinci səfər məhkəməyə başvura bilmə hüququ. Əla, təkrar müraciət eləmək hüququ. Mülkiyyət hüququ. Mülkiyyət hüququ, əla. Əqli mülkiyyət hüququ, mülkiyyət hüququ, əla. Niyə sakit durmursan? Bu boyda hüquqlarını danışdın. Sonra, yaxşı dostlar, demək olar ki, hüquqların bir 70%-ni dediniz. İndi biz keçirik vəzifələrə. Hər bir kəsin dediyimiz kimi də həm hüquqları var, həm vəzifələri var. Hüquqlar hər kəsə istifadə edə biləcək bir vasitədir. Yəni, tutaq ki, mənim mülkiyyət hüququm var, mən mülkiyyət hüququmu həyata keçirə bilərəm. Düzdürmü? Və mənim hansısa bir hüququmu kimsə məhdudlaşdıra bilməz. Kimsə mənə deyə bilməz ki, sən bu hüququnu həyata keçirmə. Bu mənim hüququm. Mən istəyərəm həyata keçirdərəm, istəyərəm həyata keçirdə bilmərəm. Heç kəs mənə deyə bilməz ki, sən bu hüququ həyata keçirməlisən. Bu mənim şəxsi istəyimdir. İstəyirəm keçirdirəm, istəyirəm keçirməyəm. Yəni, burada bir məcburiyyət yoxdur. Yəni, vətəndaşın, mənim məsələn hüququm varsa, bu hüquqdur. Mən bunu istəyərəm yerinə həyata keçirdəm, istəyirəm həyata keçirməyəm da. Və məsələn, mülkiyyət hüquqlarım var. Mən istəyərəm təhsil hüququm var. Mən istəyərəm oxuyam, istəyərəm oxumaram. Bu mənim hüququmdur. Bir də var vəzifələr. Vəzifələr nədir? Vəzifələr odur ki, sən məcburən bunu eləməlisən. Bu hüquqdur, bu vəzifədir. Yəni, o deməkdir ki, biz istəsək də, istəməsək də bunları biz eləməliyik. Çünki biz bunları eləməsək, bizə qarşı məsuliyyət yarana bilər. Bizi tuta bilərlər, bizi həbs edə bilərlər. Bizə qarşı inzibati, mülki, cinayət və digər məsuliyyət növləri yaradılır. Bu vəzifələr konstitusiyamızda öz əksini tapıbdır. Mən onların üstündən qısa olaraq keçəcəm, bir-bir izah edəcəm. Birinci, belə deyək də, vəzifələr, kimsə
əvvəlki hüquqlarla bağlı nəsə kiminsə sualı varmı, qalıbdımı? Onu bir izah edək. Hansı hüquqlar sizə tam aydın olmadısa, onları bir də izah edin. Hər şey aydın oldu? Yaxşı, gəlin indi bir vəzifələrlə bağlı. Kim deyə bilər, bizim hansı vəzifələrimiz var? Gəlsin. Bizim vəzifələrimiz onlardır ki, vətəndaşlıq vəzifəmiz var. Hansıdır vətəndaşlıq vəzifəmiz? Vətəndaşlıq vəzifəmiz. Yəni nə? Nə etməliyik biz? Yəni bir ölkənin qanununa uymalıyıq, vətəndaş kimi olmalıyıq. Ay, sağ ol, əla. Qanunlara riayət eləmək vəzifəsi. Başqa insanların vətəndaşlığını pozmamalıyıq. Əla, başqalarının hüquqlarını pozmamalıyıq. Sonra Əla, əla. Sən bu ikisini sən dedinsə, halal olacaqsan. Sonra kim deyə bilər? Hüquqlardan vəzifələrdən biri vətənə sədaqət vəzifəsi. Yəni hər birimizin vətənimiz var, bu Azərbaycandır. Və hər birimiz hər bir iş görərkən öz vətənimizə sadiq olmalıyıq. Vətənimizə sədaqətlə qulluq eləməliyik. Bugün biz məsələn hər biriniz və burada oturanlarınız gələcəyin vəzifəli adamlarısınız. Böyüyəcəksiniz, hansısa bir vəzifədə olacaqsınız. Ola bilsə hansısa bir şirkətdə olacaqsınız. Yəni hamınızın müəyyən bir işiniz olacaq. Və bu işləri yerinə yetirərkən hər zaman vətənə sədaqətli olmalısınız. Vətənə sədaqətli olmalısınız, sadiq olmalısınız. Hər bir iş görərkən birinci növbədə vətənə sədaqəti qoruyub saxlamalısınız. Çünki vətənə sədaqət olmasa, sabah siz satıla bilərsiniz, sabah siz vətənə qarşı siz istifadə edə bilərlər. Ona görə vətəni sevmək lazımdır və vətənə sədaqət vəzifələrdən biridir. Vəzifələr. Və vətənə sədaqətlə bağlı əgər hər hansı bir pozuntu olarsa, inanın ki, sabah polisdir, prokurorluq gəlib sizi həbs edəcək. Növbəti vəzifələrdən biri vergilər və digər dövlət ödənişləri ödəmək vəzifəsi. Yəni o deməkdir ki, hər bir şəxs əgər gəlir əldə edirsə, onun gəliri varsa o vergi ödəməlidir. Bu vəzifədir. Hər kəsin borcudur ki, əgər onun gəliri varsa, indi məsələn gəlir yoxdursa ona vergi düşmür. Amma sənin gəlirin varsa, sən gəlirindən vergi ödəməlisən. Vergidən əlavə məsələn sosial ödənişlər eləməlisən, icbari tibbi sığortadır və digər sosial yığımlarla bağlı dövlət ödənişləri ödəmək hər bir şəxsin vəzifəsidir. Sonra dövlət rəmzlərinə hörmət. Dövlət rəmzlərinə hörmət. Dövlət rəmzləri nədir? Kim deyə bilər? Gəl Hüseyin. Səndən başqa heç əl qaldıran yoxdur. dövlət vəzifələrimiz rəmzlərimiz odur ki, gerb, bayraq, himn, Əla. arpa, ulduz. Yox, elə bunlar üçü bəsdir. Dövlət rəmzləri bayrağımız, himnimiz, gerbimiz. Yəni məsələn çox sosial şəbəkələrdə görürsüz də, məsələn bayrağı öpürlər, alnına vururlar. Bu nədir? Hörmətdir. Məsələn Azərbaycan himninin alnımızda başımız üstə olmalı. Bu bizim vəzifəmizdir. Və neçə dəfə olubdur ki, bununla bağlı məsələn bayrağı hörmətsizlik ediblər, bayrağı məsələn cırıblar, təpikləyiblər. Bu yaxınlarda da bir dənə sosial şəbəkədə bir dənə var idi ki, məsələn dövləti götürür şey eləyir. Nə bilim yumruq vurur, təpik vurur, onun adamı həbs eləmişlər. Yəni bu vəzifədir. Bu vəzifələrin yerinə yetirməyən şəxslərə qarşı dövlət məsuliyyət həbs eləyir, mülki, inzibati, cinayət məsuliyyəti yaradır.
Növbəti vəzifə vətəni müdafiə. Hər kəs oğlan uşaqları bildiyiniz kimi mən yaşa çatanda əsgəriyə gedir. Bu əsgəriyə getmək o deməkdir ki, sən vətəni müdafiə üçün hazır olmalısan. Sabah müharibə baş versə, Allah eləməsin, hər birimiz vətəni müdafiə eləməliyik. Və vətəni müdafiə eləməkdən yayınma, əsgərlikdən yayınma, hərbi xidmətdən yayınma və yaxud da ki, müharibədən yayınma bu cinayət məsuliyyəti yaradır və həbs olunur şəxslər. Ona görə hər bir şəxsin öz vətənini müdafiə eləmək vəzifəsi vardır. Növbəti vəzifə tarix və mədəniyyət abidələrinin qorunması. Məsələn, siz çöldə bir dənə daşı götürüb belə üstündən belə cızıq çəksəz, həyətdə olan divara və yaxud da ki, binanın zaboruna, sizə heç kəs heç deməz. Çünki bu şəxsi mülkiyyətdir. Amma siz gedib Qız Qalasının yanında bir dənə belə Qız Qalasından bir dənə belə cızıq çəksəz, sizi həbs edəcəklər. Çünki Qız Qalası bizim tarix abidəmizdir. Qız Qalası kimi bizim çoxlu tarixi abidələrimiz var, mədəniyyət abidələrimiz var. Onları qorunması hər kəsin vəzifəsidir. Və hamı da onu qorumalıdır. Bu da vəzifələrimizdən biridir. Növbəti vəzifə ətraf mühitin qorunması. Siz iştirakçılar dediniz ki, sağlam ətraf mühitdə yaşamaq hüququ var, düzdürmü? O, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ olduğu üçün biz də ətraf mühiti qorumalıyıq ki, başqaları və o cümlədən biz həmən ətraf sağlam mühit olmalıdır ki, biz orada yaşaya bilək. Və təbii ki, qanuna zidd vəzifələrin icrasına yol verilməməsi. O deməkdir ki, heç kəs sizi məcbur eləyə bilməz ki, siz qanunsuz işlər görəsiniz və yaxud da ki, siz hansısa qanunsuz işləri icra eləyə bilməzsiniz. Hətta məsələn, tutaq ki, sizin müdürünüz, böyüyünüz, rəhbəriniz desə ki, get, məsələn, tutaq ki, get, bayaqki misal deyək də, get ağaçları kəs, ətraf mühitin qorunması pozulur da onda. Siz o qanunsuz vəzifəni, sizə tapşırılan işi görməməlisiniz, çünki bu qanunsuzdur. Və yaxud ki, kimsə deyə bilər ki, əskəriyə getməyəm, vətəni müdafiə eləməyəm və yaxud da ki, bunların hansınasa zidd olan tapşırıq verilsə sizə, siz onları icra etməməlisiniz. Etsəniz, sabah həm o tapşırığı verən şəxs məsuliyyətə cəlb olunur, həm də ki, sizi cəlb edə biləcəklər. Yəni, bu bizim vəzifələrimiz. Yadınızda qaldı? Sualınız var? Çox gözəl. İndi mən bunları silirəm. Biz keçirik təlimimizin növbəti hissəsinə. Müraciətlərə. İndi tutaq ki, biz hüquqlarımızı bildik, düzdürmü? Vəzifələrimizi bildik. Bizim hüquqlarımız pozuldu. Biz nə etməliyik? Kim deyə bilər? Hüseyin, səndən bax, gəl. Hüseyin, sən hər şeyi bilirsən də, qoy bilməyənlər də danışsınlar. Bilirəm, sən hər şeyi. Biz hüquqlarımız pozulsa biz nə qaracaq? Müraciət etməliyik. Hara? Biz birinci təlimdən keçdik. Lap birinci təlimdə. Birinci təlimimiz nə ilə bağlı idi? Lap birinci təlimimiz yadına sal. Qaynar xəttlər. Yadına düşmədi? Biz qaynar xəttlərlə danışdıq, düzdürmü? Qaynar xəttlər nə üçündür?
müraciət eləməkdən ötürü, düzdürmü? Hə, yaxşı keç otur. Gəl Hüseyin, gəl görək sən nə deyirsən? Bizim hüquqlarımız pozulsa biz deyirik. Bizim hüquqlarımız pozulsa, biz məktub göndərməliyik, arzı yazmalıyıq. Və yaxud da ki, qaynar xəttlərə. Və yaxud da ki, özümüz yox, başqalarını əla. icazə veririk. Yəni bunun iki forması var. Ya biz şifahi formada birinci təlimdə keçdiyimiz qaynar xəttlərə yığırıq və bildiririk ki, burada hüquqlar bizim və yaxud da ki, başqasının. Məsələn, tutaq ki, siz gördünüzsə kimisə hüquqları pozulur, siz onu qıraq keçməməlisiniz. Siz hətta onunla bağlı da zəng vurub qaynar xəttə məlumat verə bilərsiniz ki, burada hüquqlar pozulur. Məsələn, qonşumdur, tanımadığım bir şəxsdir. Məsələn, tutaq ki, halı pisləşibdir, 103 xidmətinə zəng vururuq, sağlamlıq ki, halı pisləşibdir. Skoru çağırırıq. Yəni, biz nə edirik? 103 qaynar xəttinə müraciət elədik şifahi formada və bildirdik ki, burada adamın sağlamlıq hüququ pozulur, halı pisləşibdir, gəlin buna kömək edin. Onlar da 102-dən skoru təcili tibbi yardım maşınını göndərir və yerindəcə müdaxilə olunur. Və yaxud da ki, getdiniz, gördünüz ki, harasa yanır. Nə edirik biz? 112-yə zəng vururuq, dərhal yanğın söndürmə, Fövqəladə Hallar Nazirliyi məlumat verir ki, burada yanğın baş verib, dərhal bura maşın göndərir. Onlar da maşın göndərirlər, yanğını söndürürlər. Və yaxud da ki, görürsünüz ki, pis bir hadisə baş verir, cinayət hadisəsi baş verir. Biz nə edirik? Biz 102 xidmətdən zəng vururuq ki, burada məsələn oğurluq var, burada adamı döyürlər, burada nə bilim nəsə olur. Və yaxud da ki, Dövlət Yol Polisinin avariya gördük, xəbər edirik. Bu başqa şəxslərlə bağlı olduğu üçün də bizimlə də bağlı ola bilər. Tutaq ki, kimsə gəldi, sizin qolunuzdan tutur, sizi vurur, döyür, eləyir. Dərhal imkan tapırsınız, qaçırsınız, 102 xidmətdən zəng vurursunuz ki, mənə qarşı belə bir şey oldu. Və yaxud da ki, halınız pisləşdi, 103-ə zəng vurursunuz. Bunlar hamısı şifahi müraciətlərdir. Bir də var yazılı müraciətlər. Hüseyin dediyi kimi yazılı formada yazırıq, göndəririk. Yazılı formatında yazmaqdan ötürü biz mütləq ərizə yazırıq. Ərizə. Düzdür, müraciətin 3 forması var. Ərizə, şikayət və təklif. Biz ərizə ilə bağlı indi hal-hazırda danışacağıq. Ərizə necə yazılır? Hər bir ərizənin, müraciətin 4 hissəsi var. Birinci hissəsi giriş hissəsi, ikinci hissə təsviri hissə, üçüncü hissə əsaslandırma hissə, dördüncü hissə nəticəvi. Yəni, ərizənin skeleti, strukturu budur. 4 hissədən ibarət. Hər bir ərizə, istəyir bu müraciət olsun, istəyir ərizə olsun, istəyir şikayət olsun, istəyir məktub olsun. Əgər biz dövlət orqanlarına pozulmuş hüquqlarımızla bağlı müraciət ediriksə, bu struktura, bu skeletə riayət eləməlidir. Giriş hissəsi nədir? Biz birinci başlayırıq. Məsələn, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyinə bu başlıqda yazılır. Bunu biraz sileyim. Mənə tutaq ki, bu bizim vərəqəmizdir. Bu bizim A4 vərəqəmizdir. Tutaq ki də. Yuxarıda yazırıq Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova Məmmədov Əhməd Gülməmmədoğlu tərəfindən ərizə. Giriş hissəsində yazırıq ki, mən tutaq ki, Əhməd Məmmədov
Məsələn,